Əməkdar artist Vahid Əliyev dünyasını dəyişdi. Vahid müəllimi, belə deyirlər, indi istəməyim, xətrini çox istəyirdim. Nə vaxtda zəng vursaydıq, böyük bir əhval-ruhiyyə ilə telefona cavab verirdi. Bəli, xeyr, belə mütləq hal-əhval tutardı. Bax, belə bir adam idi. Heyf, çox çılgın adam idi. Rəhmətə getdi. Allah rəhmət eləsin və ailəsinin dediyinə görə o ağciyər xərçəngi olub bu günə qədər bu xəstəliyi ailəsi ondan gizlədib, oğlu açıqlama verib. O isə təbii ki, başqa xəstəlikləri olduğunu bilib, amma bu da ailənin böyüklüyü idi ki, bu günə qədər Vahid müəllimdən xərçəng xəstəsi olmasını gizlədiblər. Mən TV-lərdən çox şeylər gözləyirdim Vahid müəllimlə bağlı. Həmişə Vahid müəllim ekspert olurdu, çılgın cavablar verirdi, emosiyalı idi, fərqli adam idi da, rəhmətlik fərqli idi. Amma TV-lər başı qarışıb Tutu xanımla, Gül xanıma, nə bilim, onlara gah sevgili tapırlar, gah sevgililəri atır, yenisi gəlir, onu reklam eləyirlər, dedi, qarşı durmalar falan. Demək olar ki, bu dəqiqə, bu belə deyərdim də, insanların başını iki qadın çox böyük qatıb. Keçən il var idi, bu ildə davam etdirdilər. Mən baxıram ki, TV-lər üçün, aparıcılar üçün, rejissorlar üçün, senari rəhbərləri üçün, redaktorlar üçün belə tanınmış, ünlü, zəhmətkeş insanlar lazım deyil. Onlara Vahid Əliyev yox, Gül xanım və Tutu xanım lazımdır.